Salam, miqlərə dəstək üçün növbəti videomuz gəlir. Bu videoda Fransa haqqında danışacağıq. Fransa Qərbi Avropanın sahəcə ən böyük ölkəsi hesab edilir. Qərbi Avropanın Orta Avropa subregionunda yerləşir. Ərazisi 3 yarımkürədə yerləşir. Qreenviç xətti kəsdiyi üçün ərazinin böyük hissəsi şərq yarımkürəsində, bir hissəsi isə qərb yarımkürəsində yerləşir. Sahilləri yalnız Atlantik okean suları ilə yuyulur, amma bir neçə dəniz var burada. Həm Şimal dənizinin suları ilə yuyulur, həmçinin Aralıq dəniz suları ilə yuyulur. Sərhəd olduğu ölkələr: İspaniya ilə sərhədində Piriney dağları yerləşir. İtaliya ilə sərhəddi var. İsveçrə ilə sərhədində Cenevre gölü yerləşir. Almaniya ilə həmsərhəddir. Lüksemburqla həmsərhəddir və Belçika ilə həmsərhəddir. Quru sərhəddə malik olduğu ölkələrdən söhbət gedir. İtaliya ilə arasında La-Manş tuneli yerləşir. Həmçində Pas-de-Calais və La-Manş boğazları Böyük Britaniya ilə Fransanı ayırır. Ərazisinin bir hissəsi Alp qırışıqlığında yerləşsə də, böyük hissəsi qədim qırışıqlığa aiddir, yəni Paleozoy yaşlı ərazidir. Həmçinin burada Bretan yarımadası yerləşir. İnkişaf etmiş ölkələr qrupuna daxildir. Böyük 7-lik, G7 ölkələrinə daxildir. Lakin ticarət balansı mənfi olan ölkələrdəndir. Metropoliya hesab edilir. Cənubi Amerikada Fransa Gvianası adlı dövlət hələ Fransadan asılıdır. Həmçində Mərkəzi Amerikada Montpellier vulkanının yerləşdiyi Martinik adası Fransadan asılıdır. Həmçinin Okeaniyada Tuamotu adaları, Yeni Kaledoniya adaları Fransadan asılıdır. Fransanın ərazisi yalnız mülayim işıqlanma qurşağında yerləşir, amma ərazisi iki iqlim qurşağında yerləşir. Cənub hissəsi subtropik iqlimin Aralıq dənizində, qərb hissəsi mülayim dənizdə, mərkəz və şərq hissəsi isə mülayim kontinental iqlimdə yerləşir. Ərazisində enliyarpaqlı və qarışıq meşələr təbii zonası, cənub hissəsində isə codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonası yerləşir. Korsika adası Fransaya məxsusdur. Ən əsas limanlar Marsel və Havr limanlarıdır. Marsel Aralıq dənizində, Havr limanı isə La-Manş boğazında yerləşir. Ən iri çaylar, ən əsas çaylar Rona, Loara və Sena çayıdır. Paytaxtından keçən çay Senadır. Paytaxtı şərq yarımkürəsində, mərkəzi hissədə yerləşir, Parisdir. Polisentrik ölkədir və polisentrik ölkə olduğu üçün iqtisadi rayon tipləri ayrılır və yüksək inkişaf etmiş iqtisadi rayon tiplərinə Paris, qərb hissəsi isə aqrar rayonlara aiddir. İnzibati ərazi quruluşu unitar, idarəetmə forması isə respublikadır. Sərhəddində Reyn çayı keçir, ərazisindən Reyn çayı da keçir, Almaniya ilə Fransa sərhəddində. Yəni Reyn çayının keçdiyi ölkələrdən hesab etmək olar. Həmçində kiçik dövlətlərdən olan Monaco və Andorra ilə həmsərhəddir. NATO-ya və Avropa İttifaqına üzv dövlətdir. Ona görə də təbii ki, qoşulmama hərəkatına üzv deyil.